Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalmaqdadır. Rusiya-Ukrayna müharibəsi tam şiddəti ilə olmasa da davam edir. Amma 30 martın 30 gecəsi, yəni 31-nə keçən gecə Ukrayna üçün şiddətli ilə tam şiddətli dəhşətli olub. Çerkasov, Dnipropetrovsk, Zaporojye, yəni Ukraynada hazırda olan şəhərlərin, vilayətlərin demək olar ki, hamısı pilotsuz uçuş aparatları, həm də şahid kamikadze dronlarından Rusiya istifadə edib, ballistik raketlərlə vurub. Zelenski də bu barədə müraciətində bildirib. UN və digər Ukrayna kütləvi informasiya vasitələrində məlumatlar yayılıb, 6 yaralı var. Xersonda səhv etmirəmsə, ölənlər haqqında məlumat, informasiya yayılmayıb. Donald Trump isə bildirir ki, deyəsən Volodymyr Zelenski Amerika Birləşmiş Ştatları ilə minerallar, yəni nadir faydalı metallarla bağlı sazişə əməl etmək niyyətində deyil. Zelenski də dərd ki, heç Putin bu müəyyən atəşkəs müzakirələrinə, razılaşmalarına əməl etmir və etmək istəmir. Çünki bu addımlar, bu hücumlar daha çox aqresiyanın nümayişidir, nəinki sülh istəyinin.